Dərmanı isti su ilə içməliyik, yoxsa soyuq su? İllərdir bu sualın cavabını müxtəlif cür verənlər var. Amma bir mənalı olaraq kofe, meyvə şirəsi və yaxud da çayla həb atmaq olmaz. Necə su ilə içməliyik sualının cavabını isə şərhlərdə siz də yazın öz fikirlərinizi. Kəmalə Osmanova isə bizə mütəxəssislərin fikrini deyəcək. Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir? Bir həbi quru udmaq çoxları üçün əhəmiyyətsiz bir iş kimi görünsə də, əslində risklidir. Maye olmadan dərman özofagusa yerləşsə, təhlükəli vəziyyət yarada bilər. Su yalnız dərmanı udmağı asanlaşdırmaq üçün deyil, həm də dərmanı həzm sistemi boyunca düzgün şəkildə yaymaq üçündür. Maye olmadan dərman daha uzun müddət həll olunur, daha az sorulur və buna görə də təsiri zəifləyir. Süd, şirə, çay və ya qəhvə həblərin tərkibindəki maddələrlə kimyəvi reaksiya verə bilər. Buna görə də həkimlər təmiz suyun həb içmək üçün ən təhlükəsiz seçim olduğunu deyir. Həkimlər dərmanları otaq temperaturunda və ya bir qədər isti su ilə qəbul etməyi tövsiyə edir. Bu, tabletin daha sürətli həll edilməsinə və bərabər şəkildə udulmasına imkan verir. Əlavə fayda ondan ibarət ki, ilıq maye mədə və bağırsaqları yumşaq bir şəkildə stimullaşdırır və yerli qan dövranını yaxşılaşdırır. Bütün bunlar bədənin aktiv maddələri daha tez və effektiv şəkildə mənimsəməsinə kömək eləyir.